Hörmətli qonaqlar, bir neçə dəqiqədən sonra biz artıq ikinci panelə başlayacağıq və hər panelimiz qeyd olunan mövzular ətrafında müzakirələrə həsr olunur. Panelimizə keçməmişdən öncə sponsorlarımıza təşəkkürümüzü bildirəcəyik. Bizlə bərabər olan, dəstəyini əsirgəməyən təşkilatlara, qurumlara və onlar haqqında qısa məlumatı diqqətinizə çatdırırıq. Qeyd edək ki, tədbirimiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan, həmçinin beynəlxalq səviyyədə 360 dərəcəli reklam fəaliyyəti üzrə ixtisaslaşan Admedia şirkətinin təşkilatı dəstəyi ilə keçirilir. Müştəri yönümlü bank olaraq əsas fəaliyyət istiqamətlərinin müştərinin istəkləri, ehtiyacları və rahatlığı üzərində quran Unibank tədbirin bank sponsorudur. Tədbirin digər sponsoru 2010-cu ildə təsis edilmiş Mega Sığorta, peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin qabaqcıl beynəlxalq idarəetmə sisteminin tətbiqi nəticəsində Azərbaycan sığorta bazarının liderlərindən biridir. Mega Həyat sponsorlarımızdandır. Mega Həyat Sığorta şirkəti 2019-cu ildə tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Müştərilərin həm istirahət edə biləcəyi, həm də dadından doymadığı yemək çeşidləri ilə zəngin məkanlardan biri olan Başkent Restoranlar şəbəkəsi tədbirimizin sponsorudur. Mətbəə, promo və reklam məhsullarının hazırlanması sahəsində etibarlılığı ilə ilk ağla gələn şirkətlərdən olan Mun Qrup da tədbirimizin sponsorudur. Onların hər birinə xüsusi təşəkkürümüzü bildiririk. Şirkət Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən bir çox dövlət və özəl müəssisələrə xidmət göstərməkdədir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azintelekom MMC tərəfindən yaradılan Sima Bulud əsaslı yeni nəsil rəqəmsal imza tədbirimizin dəstəkçisidir. Hüquqi və fiziki şəxslərin fəaliyyətinin təkmilləşdirilməsinə dəstək verən Asan İnnovativ İnkişaf Mərkəzi tədbirin dəstəkçisidir. Mərkəz müştəri məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmaların tətbiqi ilə ölkədə xidmət göstərən və xidmət alan arasında olan münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsinə xidmət edir. İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası İcma tədbirin dəstəkçisidir. İcma İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası 2022-ci ildə təsis olunmuş ictimai birlikdir. Birliyin məqsədi dövlət qurumları ilə iş adamlarının münasibətlərini genişləndirərək, dövlətin sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətləri təbliğ etməkdən ibarətdir. Tədbirimizin kreativ konsepti dizayn tərəfdaşı Fill Agency şirkətidir. R&Az, Arter, E-Bilet Store, Q-Meter, Hazır Cavab layihəsi, Karpavit, Məsləhətçi Az, Adviat, Brand Media Group, Renaissance Advertising Company, Figensoft, Max Group Plus, New Media, Lego Mego, Cığır İctimai Birliyi, MKS Az şirkətləri tərəfdaşlarımızdır. Hər birinə dərin təşəkkürümüzü bildiririk və 3 ay ərzində tədbirin işıqlandırılması istiqamətində bizlə bərabər olan media tərəfdaşlarımıza da xüsusi təşəkkürümüzü bildiririk. ARB 24, Baku TV, Xəzər TV, Report Az, Marja Az, Fins Az, Operativ Media, İqtisadiyyat Az, MİA Az, Araz FM, Biznes Mərkəzi və Biznes Adamı verilişlərinə, Operativ Məlumat Mərkəzi, Bizim Yol Info, Respublika Qəzeti, First News Aza təşəkkürümüzü bildiririk və 3 il ərzində bizlə bərabər olan sponsor tərəfdaşlarımıza həm də sizin gür alqışlarınızla bir təşəkkür etməyi sizdən rica edirik. Hörmətli qonaqlar, beləliklə biz zirvəmizin ikinci panelinə başlayırıq. Panelimizin mövzusu peşəkar mühasib sertifikatı, qızıl bilet, yoxsa məcburiyyət mövzusuna həsr olunub. Ənənəmizə sadıq qalırıq, panellə bağlı video çarxı izləyirik, ardından isə moderator və spikerlərimizi səhnəyə dəvət edəcəyik. Peşəkar mühasib bir növ biznesin maliyyə hekayəsini rəqəmlərlə danışan, keçmişdən nəticə çıxaran, gələcəyə işıq tutan hekayə ustasıdır. Bugün qloballaşan bazarı mega trendlər formalaşdırır. Bu qlobal trendlər bizneslərə, cəmiyyətlərə, iqtisadiyyatlara, mədəniyyətlərə və şəxsi həyatlara göstərdiyi təsirlərlə gələcək dünyanı dəyişdirəcək
qlobal güclərdir. 4-cü sənaye inqilabından sonraki yeni inkişaf tendensiyaları ilə birlikdə mühasibatçıların rəqəmsal və data əsaslı səlahiyyətlərə sahib olması qaçılmazdır. Artıq mühasibat mütəxəssislərinin əllə apardıqları maliyyə əməliyyatları 4-cü sənaye çağında məlumat buludları, blockchain, süni intellekt, əşyaların interneti, sistem inteqrasiyası kimi texnoloji komponentlər vasitəsilə həyata keçirilir. Günümüzün mühasibat mütəxəssisləri işə başladığı andan təqaüdə çıxana qədər əlavə dəyərə diqqət yetirməyə məcburdular. Əlavə dəyərə diqqət o zaman faydalı olar ki, mühasibatçılar öz peşəkar bilik, bacarıq və səriştələrini həyatlarının əvvəlindən sonuna kimi aktual saxlasınlar. Unutmaq olmaz ki, peşəkar mühasib biznesin strategiyasını hazırlayan, sıfırlardan böyük ədədlər yaradan bir strategdir. Diqqətinizə görə təşəkkür edirik və ikinci panelimizdə də siz qonaqlarımıza suallarınızı məhz QR kodları oxutmaq vasitəsilə ünvanlaya bilərsiniz. QR kodlar sizin proqramınızda var və hər panelə müvafiq olaraq QR kod yerləşdirilib. Müzakirələrdə iştirak etmək üçün hər birinizi aktiv olmağa çağırırıq. Beləliklə, ikinci panelimizin moderatorunu səhnəyə dəvət edirik. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyinin Maliyyə və Mühasibat Uçotu Şöbəsinin rəisi Elsəvər İbadov. Gəlin alqışlarla onları səhnəyə dəvət edək. Spikerlərimiz Dövlət İmtahan Mərkəzi, PHŞ və PMS imtahanları üzrə aparıcı məsləhətçi Faiq Abdullah, növbəti spikerimiz Good Finance MMC-nin vergi konsultantı Teymur Əşrəf. Beləliklə, biz ikinci panelimizə başlayırıq. Suallarınızı QR kod vasitəsilə ünvanlaya bilərsiniz. Və bir daha hər biriniz uğurlar arzulayırıq. Ümidvarıq ki, ikinci panelimizdə ilk panel kimi sizin üçün faydalı və maraqlı olacaq. Hörmətli Elsəvər bəy, söz sizdədir. Buyurun. Təşəkkür edirəm. Çox sağ olun. Mən də hər kəs salamlayıram. Bu möhtəşəm zalda, bu möhtəşəm kolleqalarımla, həmkarlarımızla və hətta tələbələrimizlə birlikdə olmaqdan böyük məmnuniyyət hissi keçirdiyimi bildirmək istəyirəm. Xüsusilə belə hava şəraitində belə bir tədbirin təşkil olunması qürur vericidir ki, heç nəyə baxmayaraq bir yerə toplana bilmişik, bütün maneələrə baxmayaraq. Mən bu günlərin bu panelin, hansı ki panelimiz peşəkar mühasib sertifikasiyası haqqında olacaq, panelin moderatoru olacam. Az sonra əyləşəcəm yəqin ki. Amma bizim çox gözəl çıxışçılarımız var. Biraz daha formatımız da fərqlidir. İki spikerimiz var və mən moderator olacam. Burada tərəfsiz olmağa çalışacağam. Və düşünürəm ki, dünənki günə necə ki Azərbaycanda qar öz damğasını vurdu. Siyasi arenada dünən Zelenski ilə Trumpın müzakirəsi ciddi müzakirə obyekti oldu. Düşünürəm ki, bugün Azərbaycanda da maliyyə sahəsində çox maraqlı iki spikerimizin müzakirələri olacaq və sizin maraqlı suallarınızla onlar da çox gözəl müzakirə aparmış olacaqlar. Bu ilki formatımız özünə məxsusluğu ilə fərqlənir və bu formatımızı sizin suallarınızı zənginləşdirəcək, daha da maraqlı eləyəcək deyə düşünürəm. Ona görə artıq panelimizə keçiş eləyə bilərik deyə düşünürəm. İlk olaraq mən hal-hazırda əsas iş yerimdə maliyyətçi kimi təqdim olunmuşam da, əksəriyyət bilir, mən həm də müəlliməm. Yəni, hətta doğma böyümə müəlliməm, belə deyərəm. Biz 2010-cu ilin əvvəllərində bir çox belə toplantılarda, hətta beynəlxalq tədbirlərdə də gündəliyə gələn belə bir məsələ var idi ki, artıq mühasiblərə ehtiyac olmayacaq. Və belə bir gündəm müzakirə olunduğu bir dövrdə mühasiblərin gələcəyi necə olacaq, bu peşəyə ehtiyac olacaq yoxsa yox. Hətta biz gözləyirdik ki, artıq Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün ixtisas seçimi jurnalını açanda biz yəqin ki, növbəti illərdə mühasib ixtisasını da görməyəcəyik. Amma bu mövzunun müzakirəsi aspektində biz nə ilə qarşılaşdıq? Gördük ki, Dövlət İmtahan Mərkəzinə yeni bir görəv verildi, yeni bir vəzifə verildi və artıq peşəkar mühasib, nəinki mühasibat uçotu ixtisasının
bakalavr, magistr mərhələləri üçün qəbullar davam edir. Hətta peşəkar mühasib statusunun sertifikasiyası imtahan mərhələsinin keçirilmə səlahiyyətləri Dövlət İmtahan Mərkəzinə verildi və bu fonda artıq 2018-ci ildən mühasib atçot haqqında qanunun dəyişikliyi ilə paralel olaraq biz artıq ölkəmizdə mühasiblərimizin sertifikasiyadan keçirilməsi prosesinə başlanıldı. Mən Dövlət İmtahan Mərkəzindən sual mövzu düşmüşkən ilk sualımı elə Faiq müəllimə vermək istəyirəm, sizin suallarınız gələnə qədər. İlk sualım bundan ibarət olacaq ki, doğrudan da peşəkar mühasib sertifikasiyası nə dərəcədə zəruridir? Mən bu suallarımı istəyirəm hər iki ekspertimiz cavablandırsın, amma ilk Faiq müəllimdən istəyirəm başlayaq ki, nə dərəcədə zəruri idi bizim üçün, hal-hazırda da zəruridirmi peşəkar mühasib sertifikasiyası? Buyurun Faiq müəllim. Təşəkkür edirəm Elsəvər müəllim. Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar, hər birinizi salamlayıram. Qarşıdan gələn Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibəti ilə hər birinizi təbrik edirəm. Hər birinizə can sağlığı, süfrələrinizə ruzi bərəkət və gələcək işlərinizdə uğurlar arzulayıram. Bundan əvvəlki, bir müddət əvvəlki dövrlərdə bu kimi tədbirlərdə və bayramlarda bizim əsas arzumuz torpaqlarımızın işğaldan azad olunması və o torpaqlara qayıtmaq olurdu. Artıq bir neçə ildir Cənab Prezidentin qətiyyəti və şəhidlərimizin, qazilərimizin, əskərlərimizin şücaəti sayəsində bu tarixi zəfəri qazanmışıq, bu bizim qürurumuzdur. Növbəti dövrlərdə isə digər sahələrdə də ölkəmizin tarix yazmaq üçün hər birimiz öz ixtisasımıza, bilgimizə və təcrübəmizə uyğun olaraq töhfəmizi verməliyik. Bunun üçün burada maliyyə bilgilərindən söhbət gedir. Öz maliyyə savadlığımızı artırmalıyıq və öyrəndiyimiz yeni bilgiləri çalışdığımız müəssisələrdə tətbiq eləməklə bu nailiyyəti əldə eləməliyik. Vergi mühasibatlıq zirvəsi də bu baxımdan ölkəmiz üçün faydalıdır. Burada bizi maraqlandıran suallara cavab tapmış oluruq. Bu sahədə olan yenilikləri izləmiş oluruq, müzakirə etmiş oluruq və gələcəyə hədəflər qoymağımız üçün bu tədbir olduqca önəmlidir. Tədbir təşkilatçılarına, möhtəşəm tədbiri təşkil etdiklərinə və bizləri dəvət etdiyi üçün təşəkkürümü bildirirəm. Bildiyiniz kimi bu paneldə bu sahənin peşəkar mütəxəssislərindən olan və peşəkar mühasib sertifikatı imtahanına qarşı tənqidi mövqedə olan Teymur müəllimlə müzakirələrimiz olacaq. Bu cümləni işlətməyin özü bir belə deyim, maraqlıdır. İnşallah faydalı olar hər biriniz üçün. Çox üzr istəyirəm. Bəlkə mən tərifləyəcəydim. Bir məqamı da qeyd edeyim ki, bu kimi panelin moderator olaraq Elsəvər müəllim kimi bir peşəkarın seçilməsi də ayrıca bir yanaşmadır. Tədbir iştirakçılarının hər bir məqama diqqət və qayğısının göstəricisidir. Elsəvər müəllim düzdür, maliyyə sahəsində, maliyyə və mühasibatlıq sahəsində həm akademik, həm praktiki baxımdan peşəkar mütəxəssislərimizdəndir. Bu öz yerində. Elsəvər müəllim mən digər peşəkar cəhətlərindən birinə toxunmaq istəyirəm. O çox belə peşəkar, ara vurmaq qabiliyyəti var. Və bu cür paneli onun tərəfindən idarə olunması düşünürəm ki, maraqlı olacaq. Və peşəkar seçilmiş sözləri ilə, vaxtında istifadə elədiyi sözləri ilə bizləri bir-birimizə düşürə bilər. Amma bunun əksini də bacarır, onu deyim. Fərqli düşüncəli şəxslərin bir araya gəlməsinə də nail olduğunu şahid olmuşam. Lakin bu paneldə düşünürəm ki, birinci cəhətini daha çox istifadə edəcək. Çünki tədbir dövründə bunu müşahidə elədim. Buna görə də Teymur müəllimlə bir şəkil də çəkdirdim ilkin olaraq. Paylaşa bilsəydilər, yaxşı olardı. Ki, ola bilsin, bundan sonra ondan yaxın gələ bilməyək, nə cür olacağı bəllidir. Elsəvər müəllimin bu peşəkar bazarlığına uyğun olaraq da bir hədiyyəm var, bir əşyadır.
həmin o cəhəti... Hədiyyə axırda olacaqdı, amma... Bəli. Həmin o cəhəti özündə göstərən bir hədiyyədir. Ona görə açmaq istəyirəm ki, Dövlət Vergi Xidmətinin nümayəndələri də buradadır. Yəni münasib olsa, az öncə qeyd elədiyim cəhətlərini özündə xarakterizə edən bir mənim hədiyyəm əşyadır. tərtibdən sonra olacaq. Mütləq. Gözləyirəm Teymur müəllim. Mən göstərmək istəyirəm. Onu deyim ki, Əsəbər müəllim, bu antikdir, o peşəkarlığınızın daha dərinliyinin göstəricisidir. Bu istiqamətdə ara vurmaq cəhətində düşünürəm ki, Teymur müəllimlə biz qalib gələcəyik. Şəkimiz də paylaşıblar, baxa bilərsiniz. İnşallah biz qalib gələrik. Əsəbər müəllimin sualına gəldikdə... Aha, suala da cavab xahiş edirik. Yox, yadımdadır, narahat olmayın. Birinci toxunduğunuz məsələ, deməli, maliyyə və mühasibat çoxu ixtisasının tarixə qovuşacağını deyən şəxslərimiz var. Mən müşahidə etmişəm ki, öz təcrübəm dövründə bu kimi şəxslərin maliyyə idarə etməsindən anlayışı olmayıb, buna yaxınlığı olmayıb. Buna görə bu kimi ifadəni işlədirlər. Düzdür, mühasiblərimizin arasında operator vəzifəsini icra edən həmkarlarımız var. Onların işləri təbii ki, avtomatlaşdırılmalıdır. Düşünürəm ki, bu istiqamətdə ləng inkişaf edirik. Bunun əsas səbəbi maliyyə savadlılığının yetərincə olmaması və dolayısıyla əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş bir zərurətdir. Misal üçün, bankda baş verən bank əməliyyatlarını proqrama daxil etmək, yaxud da ki, elektron qaymədə olan hər hansı bir məlumatı proqrama daxil etmək, belə deyək, ibtidai sinifdə oxuyan bir şagirdin kitabda olan bir məlumatı dəftərə köçürməsi kimi bir əməliyyatdır, bir işdir. Ona görə belə bir işin ali təhsili olan bir şəxs tərəfindən icra olunması məncə uyğun deyil. Düşünürəm ki, qarşıdakı dövrlərdə bu istiqamətdə daha sərt addımlar atılacaq, bu kimi işlər avtomatlaşdırılacaq və bizim həmkarlarımız mütəxəssis belə deyək, səviyyəsində fəaliyyətlə məşğul olacaqlar. Maliyyə menecmenti, maliyyə idarə etməsi, vergi mütəxəssis və s. kimi daha çox iştirak edəcəklər. Ölkəmizdə fəaliyyət göstərən müəssisə və təşkilatların əksəriyyətində mühasibat çötün səviyyəsi qənaətbəxş deyil. Bunun əsas səbəbləri maliyyə savadlılığının yetərincə olmaması, insan resurslarını idarə etmə sisteminin lazımi keyfiyyətdə olmaması və bu sahəni tənzimləyən qanun, qayda və mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac olmasıdır. Bu məsələlərin həll olunması üçün biz ilk növbədə atılmalı addım maliyyə savadını artırmaq və uyğun insan resurslarını idarə etmə sistemi olan müəssisələrə axın etməkdir. Maliyyə savadını artırmaq üçünsə biz ilk növbədə bilməliyik ki, hansı bilgilərimiz zəifdir, hansı istiqamətdə özümüzü təkmilləşdirməliyik, hansı istiqamətdə ehtiyac var. Çünki maliyyə çox genişdir. Təkmilləşməli çox cəhətlər ola bilər, bilmədiyimiz çox məqamlar ola bilər. Amma bizim üçün həqiqətən aktual hansı mövzulardır, bunları müəyyənləşdirmək ehtiyac var ki, biz buna uyğun hədəflər müəyyən eləyək və zəruri addımlar ataq. Bu istiqamətdə peşəkar mühasib sertifikatı imtahanları olduqca əhəmiyyətlidir. İmtahanlar vasitəsilə hansı mövzular üzərində özümüzü təkmilləşdirməli olduğumuzu müəyyənləşdirmiş oluruq. Həmçinin mövcud olan bilgilərimizi bir nüfuzlu sertifikatla sübut etmək oluruq. Bu cür təminat verilir. Reglamenti nəzərə alaq. Bəli. Reglamenti xahiş edən nəzərə alaq. Bəli. Bu baxımdan peşəkar mühasib sertifikatları, sertifikatı imtahanı daha doğrusu zəruridir və bu imtahanların həmçinin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi də şəffaflığın təmin olunmasına və daha ədalətli yoxlama ölçmə mexanizminin təmin olunması üçün əhəmiyyətlidir. Qeyd edim ki, bu günə qədər imtahanlarda
6710 nəfər imtahan birinci mərhələsində və 6845 nəfər imtahan ikinci mərhələsində iştirak edib. Onların sayəsində hal-hazırda reyestrdə 5014 sertifikat görünür. Növbəti ayın 15-nə qədər 200 sertifikat da yerləşdiriləcək təxmini. Və təkcə 2024-cü ildə bu imtahanlarda 3950 nəfər imtahan birinci mərhələsində və 3846 nəfər imtahan ikinci mərhələsində iştirak etmişdir. Bu da əvvəlki 3 ildə imtahan iştirakçılarının təxmini yarısı qədərdir. Bunun səbəbləri, əsas səbəbləri zərurətidir və bizim tərəfindən 2 ildə daha çox intensiv olaraq maarifləndirmə işlərinin aparılmasıdır. Bu cür tədbirlər, canlı yayımlar, vebinarlar, metodiki vəsaitlərin nəşri və s. formada biz iştirakçılara, yaxud da gələcəkdə bu imtahanda iştirak etməli olan şəxslərə istiqamət veririk, sual modellərini təqdim edirik, imtahanlarda çətinlik çəkilən durumları izah edirik və təkmilləşmə istiqaməti barədə, yeniliklər barədə məlumat veririk. Bu öz yerində. Bundan əlavə, iş yerlərinə yeni işçi qəbulu zamanı, bu sahədə yeni işçi qəbulu zamanı peşəkar mühasib sertifikatı olan işçilərə üstünlük verilməsi də bu iştirakçı sayının artmasına səbəb olur. Bildiyiniz kimi, əvvəllər bir işçi götürəndə daha çox önəm verdiyimiz məqamlar onun ilkin olaraq xarakteri, dürüstlüyü və öyrənmə potensialının olması idi və müəyyən qədər operator işlərini bacarması əsasında qərar verirdik. Amma peşəkar mühasib sertifikatı imtahanlarından sonra bu sertifikata malik olan şəxslər ən azı metodiki və metodoloji bilgilərə kifayət qədər belə deyək, məlumatlı olurlar, bu bilgilərə yiyələnirlər. Ona görə onların özlərini doğrultması, daha tez müddətdə müəssisəyə adaptasiya olunması belə deyək, faydalıdır. Müəssisələr üçün faydalıdır, sahibkarlar üçün faydalıdır. Bu baxımdan peşəkar mühasib sertifikatla imtahanı zəruridir, bizim üçün faydalıdır. Çox sağ olun, Faiq müəllim. Çox sağ olun, təşəkkür edirəm ətraflı cavab üçün. Amma mən düşünürəm ki, digər ekspertimiz də bu mövzuda öz maraqlı fikirlərini səsləndirəcək. Çünki sual hər iki ekspertimiz üçün idi ki, peşəkar mühasib sertifikasiyası nə dərəcədə zəruridir? Doğrudan da zəruridirmi? Sadəcə mənim sizlərdən xahişim bu olacaq ki, biraz daha reglamentə diqqət eləyək. Çünki nahar fasiləsindən gəlib həmkarlarımız biraz da qısa və belə deyək. Çünki suallar artıq məndə çoxalmağa başlayır. Onu nəzərə almanızı xahiş edirəm. Buyurun mənim. Xoş gördük, dəyərli həmkarlar. Peşəkarlıq bilirsiniz nədir? Bu havada gəlib burada olmaqdır. Ona görə məncə ilk növbədə özümüzü bir alqışlamalıyıq. Mən tədbirin təşkilatçılarına, bizə dəstək olan qurumlara, dövlət qurumlarına, başda dövlət veriş xidməti olmaqla təşəkkür edirəm. Panelimizin moderatoruna, mənim burada oponentim, dəyərli Faiq müəllimə təşəkkürümü bildirmək istəyirəm. İcazənizlə mən bir neçə məqama toxunmaq istəyirəm. Deməli, dəyərli həmkarlar, dostlar, bu biraz formallıqdan kənar olacaq. Yəni ki, düz oturacaq, elə düzdə danışacaq. Biraz dərdləşəcəyik sizlə. Bu peşəkar mühasib sertifikatı ilə bağlı müəyyən bir tənqidi fikirlərim olacaq. Tənqidi fikirlərimə gələnə qədər, amma deyir, igidi öldür, haqqın yemə. Bu sertifikatın müsbət iki cəhətini demək istəyirəm. Davamı ancaq tənqid gələcək. Birincisi ondan ibarətdir ki, bizim öz doğma dilimizdə bu sertifikatın tətbiqindən sonra gözəl ədəbiyyatlar dərc olundu. Məsələn, elə həm müəllifi Elsəvər müəllimin olduğu maliyyə hesabatlarının beynəlxalq standartı kitabını qeyd edə bilərik. İkinci mərhələ ilə bağlı kitabları qeyd edə bilərik. Bugün Fariz müəllimin yeni kitabı dərc olunub. İlk dəfə bizim tədbirdə təqdim olunur və bunu danmıram və bizim sektora bir canlılıq gətirib həqiqətən. Bu tərəfi ilə razıyam. Qaldı ki, tənqidi fikirlərə gələndə bu sertifikatın zəruriliyi mən iki istiqamətdə təhlil eləmək istəyirəm. Birinci istiqamət biznesdir, ikinci istiqamət isə dövlət qurumlarına hesabatlılıqdır. Deməli dostlar, bir şirkətin
ixtiyari bir şirkətin klassik strukturun gözümüzün qabağına gətirək. Burada nə olur? Satış, tədrisat, maliyyə mühasibat, insan resursları, hüquq, IT, daxili audit və s. Yəqin mənlə razılaşarsınız ki, bir kommersiya təşkilatının əsas məqsədi nədir? Mənfəət əldə etməkdir. Mənfəəti nədən əldə edir? Yəni, mövcudiyyətinin səbəbi odur. Mənfəəti nədən əldə edir? Satış olmalıdır ortada, düzdürmü? Və sahibkar da ən çox satışa fokuslanır, mənfəətə fokuslanır. Bu satışı təmin edən departamentin müdürünə, onun işçilərinə bir sertifikat tələbi yoxdur. Düzdürmü? Ən çox yeyintihar da olur tədrisatda. Tədrisatçıya qarşı bir sertifikat tələbi varmı? Yoxdur. Bunların hamısını qoyaq bir tərəfə. Bunların hamısına kim rəhbərlik eləyir? Direktor. Peşəkar direktor sertifikatı anlayışı varmı? Kim istəyir direktor olur, düzdürmü? Və olmalıdır da, bu bazar iqtisadiyyatın ruhu bunu tələb eləyir. Yaxşı, bu mühasiblərdən niyə sertifikat tələb olunur? Və digər bir maraqlı cəhət ondan ibarətdir. Əksər şirkətlərdə baş mühasib, mühasibatlıq strukturu kimə tabi olur? Maliyyə direktoruna. Peşəkar maliyyə direktoru anlayışı yoxdur, sertifikatı yoxdur, heç kim də tələb eləmir. Amma baş mühasibdən peşəkar mühasib sertifikat tələb eləyirik. Bu ədalətlidirmi? Ədalətli deyənlər bir dənə alqışlasın da. Ədalətsizdir deyənlər alqışlasın. Teymur müəllim, o istəyirəm bir cavab edeyim. Çox üzr istəyirəm, sonra yadımdan çıxır, Faiq müəllim, olsa çalışığızdan oxuyuram. Gəlin, başqa bir dənə təsəvvürümüzdə belə bir şey canlandıraq. Bizim bir şirkətimiz var. Bu şirkətimizin sürücüsü var. Bu sürücü də şirkətimizin avtobusunu idarə eləyir. Səhər əməkdaşlarımızı servis qaydasında işə gətirir, axşam da işdən aparır. Düzdürmü? Biz nəinki şirkətimizin avtobusunu, hətta işçilərimizin canını o sürücüyə əmanət eləyirik. Peşəkar sürücü sertifikatı anlayışı varmı? Bəli, bax, Anar müəllim, ora gələcəkdim. Mühasibin də diplomu var, o qədər bəsit. Düzdürmü? Deyirsiniz ki, sürücülük vəsiqəsi var da. Bizim də diplomumuz var. Bəs o görüş nə idi, bu ayrılıq nə? Bəs o diplom nə üçün idi? Dostlar, bir biznesdə əməkdaşın peşəkarlığına, yararlı olub-olmamasına rəhbər müsahibə əsnasında qərar verir. Uzağa sonradan iş təcrübəsində, gedişatda peşman olur, öz qərarından dönür. Bu bir sertifikatla qiymətləndirilə bilməz, heç bir sertifikatla. Yəni, mənim burada bir qərəz filan görünməsin, çox xahiş edirəm. Və Elsəvər müəllimin iradını nəzərə alaraq keçirəm ikinci tərəfinə. İkinci məqam isə dövlət qurumlarında hesabatlılıqla bağlıdır. Yəni, belə əsaslandıra bilərik ki, xüsusən vergilərin hesablanması, vergi hesabatlarının təqdim edilməsi baxımından mühasiblər müstəsna əhəmiyyətli şəxslərdir. Dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında vergi hesabatları mühüm rol oynayır. Bunu da kim eləyir? Baş mühasiblər hesabat verirlər. Dövlətin fiskal siyasəti təmin olunur, büdcəyə vergi hesablanır. Və bunun əksi olanda nə olur? Büdcədən bir yayınma olur. Yaxşı, biz necə təsəvvür edirik? Bir baş mühasib səhər sağı işə gələndə gedir müdirin qapısını deyir, salam müdir, bəlkə bugün də vergidən yayınaq. Elə olur? Təbii ki, elə olmur. Bir şirkətdə vergidən yayınma varsa, mən biraz böyük çıxacaq, şəxsi təcrübəmdən bilirəm. Bir şirkətdə vergidən yayınma varsa, onun qərarını baş mühasib vermir. İllərlə, onlarla, yüzlərlə yoxlamada iştirak eləmişəm. Baş mühasib vergidən yayınmanın qərarını vermir. Kim verir? Deyərik ki, rəhbər verir. Rəhbərdən soruşsaq, əgər rəhbərlə sahibkar ayrı şəxslərdirsə, deyəcək, mənlik də deyil, sahibkar o qərarı verib. İcazənizlə bir dənə qısa keys danışmaq istəyirəm. Auditlərin birində vergi auditi idi. Bir komanda şəklində auditdə idi. Bu keysi mən tez-tez danışıram. Belə bir halla rastlaşdıq. Müəssisədə vergidən yayınma halı var idi. Səbəb də bazar qiyməti idi. Bu bazar qiyməti ilə bağlı olan məsələni araşdırırıq, çıxarırıq rəqəmləri, cədvəlləri filan. Baş mühasibə təqdim edirik. Baş mühasib də baxır rəqəmlərə filan, çayını içir. Biz gedirik, kənarlaşmanı veririk, bu qardaş yanında çayını içir. Bu minvalla və vergi auditində xarakter ondan ibarət ki, axıra qədər bütün hər şeyi yoxlamalısan.
Məsələ gəldi, biz başladıq 58-6-cı maddəni, yəni ki, ƏDV-nin gec ödənilməsi məsələsini yoxlamağa. Birinci halla bağlı yayınmalar 100 minləri idisə, rəqəmlər şərti də əslində ondan da çox idi. İkinci halla bağlı heç 10 minlər də deyildi. Aparıb bu faktı 58-6 ilə bağlı sanksiya faktını baş mühasibin qarşısına qoyanda o boyda kişi başladı alnından tər axmağa. Mənim kimi onda saçları yox idi. Başladı alnından tər axmağa. Ağır-ağır qovluqları gətirdi. Sübut elədi ki, mən banka düzgün ödəniş eləmişəm. Amma orada səhv olub. Dedi ki, onsuz bu qəpik quruş da, sənin orada çox kənarlaşman var. Nə oldu sənə? Özü niyə belə hiss edirsən? Hə, orada çox maraqlı, incə bir nüans oldu. Dedi ki, o risklə bağlı mən sahibkara, rəhbərliyə e-mail yazmışdım. Mövcud qiymət siyasətinin risk yarada biləcəyin, hətta kənarlaşmaların olmasını bildirmişdi. Bunu bilirdilər. Amma mənə heç kim deməmiş ki, ged 58-6 üzrə ƏDV-ni gec ödə, sanksiya riski ilə üzləş. Yəni gördüyünüz kimi bu məsələdə baş mühasibin rolu çox deyil. Və Yasəvər mənim toparlayıram. Bir məqama toxunmaq istəyirəm ki, vergidən yayınma halları ilə bağlı, yəni vergi orqanı öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanıdır. Araşdırmanı aparanda bizim burada hüquqşünaslarımız var. Nəinki baş mühasib, nəinki rəhbər, nəinki sahibkar, heç birinə baxmır. Bilirsiniz nəyə baxır? Faydalanan şəxsə, yəni o qərarı verən şəxsə. Yaxşı, bəs mənim məqsədim heç də mühasiblərin rolunu kiçiltmək deyil, əksinə. Amma mənə elə gəlir ki, biz mühasiblərə əlavə bir məsuliyyət yükləmiş oluruq bu sertifikatla ki, yəni heç kim, heç bir struktur sertifikat tələb olunmur, ancaq mühasiblər. Bizim əgər bu peşəkar mühasib sertifikatımızın imtahanının birinci hissəsi maliyyə hesabatları standartlarla bağlıdırsa, orta və iri sahibkarlıq subyektlərində maliyyə hesabatların auditorlar palatası yoxlayır zaten. İkinci hissə qanunvericiliyi ilə bağlıdır. Onu da kim yoxlayır? Vergi orqanları. Diqqətinizə görə təşəkkür edirəm. Müzakirəmiz davam edəcək. Çox sağ ol Teymur müəllim. Təşəkkür edirəm riayət etdiyiniz üçün reqlamentə və maraqlı keysləriniz üçün. İkinci vacib məsələ o zaman hər iki ekspertə səsləndirmək istədiyim ikinci bir sual da var. Ondan sonra artıq birə-bir suallara da nəzər salacaq. Bu arada Teymur müəllimin fikrinə təşəkkür edənlər var da, ekrana yansıtdım Teymur müəllim, biləsiniz. Deməli, ikinci vacib məsələ budur ki... Çox yazın. Yəni, yaxşı hazırlaşdırmışsınız dostları, yazırlar. İkinci vacib məsələ budur ki, dəyərli ekspertlərimiz öz arqumentlərini səsləndirdilər, vacib olması ilə, zərurətlə bağlı. Yaxşı, o zaman ikinci sualım bundan ibarət olsun. Yenə hər iki ekspert olacaq. Sizcə, imtahan sistemi nə dərəcədə əlverişlidir? Doğrudan da peşəkarlığı müəyyən etmək üçün hal-hazırki imtahan yetərlidirmi? Yəni, bu imtahan peşəkarları seçmək üçün bizim ehtiyaclarımızı ödəyəcək səviyyədədirmi? Bax, bu aspektdən xahiş edirəm, biraz daha kompakt cavablayaq. Buyurun. Təşəkkür edirəm. Qısa şəkildə Teymur müəllimin dediklərinə bir qısa fikir bildirim. Peşəkar mühasib sertifikatının imtahanlarında baş mühasib dedikdə, insan resurslarının qeyd elədiyi ştat cədvəlində olan, əmək sistemində olan baş mühasib nəzərdə tutulmur. Mühasibət sot haqqında Azərbaycan Respublikasının qanununda baş mühasibin kim olduğu qeyd olunub. Həmin tələblərə cavab verən kimdirsə, baş mühasib o sayılır. Orada deyilir ki, mühasibət sotuna əsasən maliyyə, vergi və digər hesabatları tərtib edən, mühasibət sotunun formalaşmasına cavabdeh olan, mühasibət sotu sənədlərinin saxlanmasına cavabdeh olan vəzifəli şəxsdir. Yəni, maliyyə direktoru olan müəssisələrdə bu maliyyə direktorudur təbii ki. Amma bir müəssisədən bir nəfərin sertifikat almağı kifayət eləyir. Amma əslində orada maliyyə direktoru almalı idi. Baş mühasib deyəndə biz yəni insan resurslarının idarə etməsinin adlandırdığı baş mühasibdən söhbət getmir. Qanunvericiliyin dediyi baş mühasibdən söhbət gedir. Bu baxımdan düşünürəm ki, yəqin narazılığınız gedər. Orta və yüksək dərəcəli maliyyə savadına malik olanlar, təbii mənim kimi yüksək dərəcəli maliyyə savadına malik olan şəxslər peşəkar mühasib sertifikatı imtahanlarında olan test tapşırıqlarının lazımi bilgiləri ölçməsi istiqamətində iradları və təklifləri təqdirə layiqdir. Bu, onların, belə deyək, innovasiya yönümlü, yenilikçi və yaradıcı olmaqlarının əlamətləridir. Lakin onlar istəyirlər ki, digər həmkarlarımız da
özlərini daha da təkmilləşdirsinlər və müəssisə və təşkilatlarımıza fayda versinlər. Bu da bütövlükdə ölkəmiz üçün faydalı olar. Zəif bilgisi olan həmkarlarımızdan, hansı ki, yeniliyə meyli deyil, konservatizm meyli şəxslərdir. Onlar isə imtahanların çətinliyindən şikayət edir. İmtahanların çətinliyi haqqında bir qısa çətinlik dərəcəsi haqqında bildirmək istəyirəm. Burada kiminsə iştirak edib eləmədiyi haqqında məlumatım yoxdur deyə. Misal üçün, sonuncu imtahanda Elsəvər məndə şahiddir. Ehtiyatlar adlı standartdan 5 ballıq sualda ilkin olaraq bizə qəbul olunan sual tam praktiki idi. Cəmi 2 xammaldan ibarət istehsalat verilmişdi və orada 2 normaları müəyyənləşdirilməsi verilmişdi, bilgisi verilmişdi. Bundan əlavə, deməli, dövr ərzində bir alış olmuşdu. Nəticədə ehtiyatların hərəkəti ilk daxil olan iş çıxır. Yəni, FIFO-ya əsasən materialların hərəkətini bilgisi tələb olunurdu və bir ədəd material, qablaşdırma materialı var ki, xam maldan materialı ayırmağı bilgisi, həmçinin dolayı xərclər həmişə olur. Daimi istehsalat qaymə məsrəfləri və dəyişən istehsalat qaymə məsrəfləri. Sual bundan ibarət idi. Bu, normal praktikada olan bir qısa, konkret bir sual idi. Lakin, ekspertlər buna ekspertiz edən zaman bunun imtahan vaxtına uyğun olmadığı əsas gətirilərək, ilkin olaraq 2 normaları çıxıldı. Onun ardınca xammal material xərci çıxırıldı. Onun ardınca deməli, dövr ərzində alış da çıxıldı. Artıq FIFO-da yoxdur, heç nə yoxdur. Bundan asan nə ola bilər? Mən təsəvvür edə bilmirəm. Yəni, bundan asan nə ola bilər? Sadəcə olaraq özlərini təşkilləşmək istəmirlər. Bu baxımdan çətinliyindən şikayət edirlər. Amma imtahan suallarını lazımi keyfiyyətə, belə deyək, Teymur mənim qeyd elədiyi keyfiyyətə gətirmək üçün bəzi məqamlar var. Test tapşırıqlar hazırlanarkən həm ölkəmizdə fəaliyyət göstərən orta maliyyə savadına malik olan mütəxəssislərin bilgi səviyyəsi əsas götürülür. Həmçinin imtahan vaxtının imtahan suallarına nisbəti əsas götürülür. Buna uyğun hazırlanır. Bu 2 məsələni adlamaq üçün bəzi məsələlər var. Birincisi, həmkarlarımız özünü təkmilləşdirməlidir ki, orta maliyyə savadına malik olan şəxsin savadı nisbətən artsın. Bu da imtahanlar sayəsində hər il baş verir. Bu imtahanlar sayəsində hər il həmkarlarımız özlərini təkmilləşdirir və orta maliyyə savadına malik olan həmkarlarımızın dərəcəsi hər il artır. Buna uyğun da biz müvafiq təkmilləşmə işləri hər il aparırıq. Amma bundan da daha çox təkmilləşmə işlərinin aparılması üçün imtahan suallarına yenidən nəzərə yetirmək lazım. Sualların sayına daha doğrusu. Sualların sayına və belə deyək, əhatə etdiyi mövzulara yenidən baxılmasına ehtiyac var. Bunun üçün isə Nazirlər Kabinetinin 22 may 2019-cu il tarixli 237 nömrəli qərarında müvafiq düzəlişlər olmalıdır. Bunun da ilk 5 ildə olmaması hələlik nəzərdə tutulur. Birinci hissədə hamı eyni yanaşılsın, hələ bir pillə öz maliyyə savadını artırılsın, sonradan bu məsələyə baxılırlar. Təbii ki, imtahan suallarının sayı azalırlarsa, biz bu haqda ekspertlərimizlə birlikdə təşrifi də hazırlanmışıq, sualların azalması ilə bağlı və bizim azad olma hüququ verdiyimiz beynəlxalq sertifikatlarında heç birində bu qədər sual sayı yoxdur. Yəni, hamısında 30-un altındadır. Bizdə 40 sual təqdim olunur və buna uyğun da vaxtın çatmaq üçün lazımi keyfiyyətdə praktiki sual soruşmaq olmur. Amma metodik və metodoloji bilgilərimizi təkmilləşdirmək üçün yetəri qədər faydalıdır, düşünürəm. Təşəkkür edirəm. Təşəkkür edirəm. Eyni suala xahiş edirəm, Teymur müəllim, siz də reaksiya bildirin. Artıq mənə gələn sualların sayı çoxalıb, hətta nəinki suallar arada replikalar da var. Ona görə onlara keçəcəm. Buyurun, müəllim. Nə dərəcədə effektivdir imtahan? Çox sağ olun. Deməli, dəyərli həmkarlar, ilk növbədə bu imtahanın keçirilməsi ilə bağlı söylədiyim tənqidi fikirlər təbii ki, imtahan təşkil edilən Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı deyil. Əksinə, Dövlət İmtahan Mərkəzi insan zəhmətinin düzgün və şəffaf qiymətləndirilməsi üzrə deyərdim ki, milli brendimizdir. Hər birimizin həyatının müəyyən mərhələlərində müstəsna rol oynayıb. Və bu baxımdan mən dəyərli oponentim
Faiq müəllimin timsalında onu təmsil elədiyi quruma təşəkkür eləmək istəyirəm. Qaldı ki, imtahan texnologiyaları və imtahan suallarının strukturuna gəldikdə isə, gəlin birinci müəyyən eləyək ki, bu ümumiyyətlə peşəkarlıq nədir, peşəkar kimdir? Peşəkarlıq bir sahədə və ya işdə yüksək səviyyədə bilik, bacarıq və təcrübəyə malik olma vəziyyətidir. Baxın, bilik, bacarıq və təcrübəyə malik olma vəziyyətidir. Bu, yalnız işin keyfiyyətinə və nəticələrinə deyil, həm də işə yanaşma tərzinə, etikaya, məsuliyyətə, insanlarla olan münasibətlərə də təsir edir. Peşəkar bir şəxs öz işini ciddiyyətlə yerinə yetirir, davamlı inkişaf etməyə çalışır, müştəri və əməkdaşları ilə hörmətli əlaqələr qurur. İndi gəlin baxaq, PMS imtahanı yuxarıda sadaladıqlarının hansını əks elətdirir? Məncə, ən yaxşı halda yalnız bilik tərəfinin yoxlanmasına imkan verir bu imtahanı. Hələ, yəni belə hesab eləyək ki, birinci sualda biz razılaşdıq ki, yaxşı, bu imtahan zəruridir, bu sertifikat zəruridir. Belə hesab eləyək. İndi gəlmişik imtahanın strukturundan danışırıq da, düzdürmü? Bu imtahanın mövcud strukturu, bayaq sadaladım, bilik, bacarıq, təcrübə, idarə etmə, yanaşma, bunlardan yalnız bilik tərəfini, o da qismən əhatə eləyir. Peşəkar şəxsin burada nə təcrübəsin, nə bacarığın heç birini əhatə eləmir. İmtahan sualları isə bizim bu riyaziyyatdan məsələlər olurdu. İki şəhər arasındakı məsafənin tapılması, hovuz neçə saata dolur, neçə saata boşalır. Baxın, təqribən, yəni deyirəm, mən o sualları hazırlayan ekspertlərin, əməyin, yəni nə tələb olunursa onu hazırlayırlar. Burada heç bir qərəzdən filan söhbət gedə bilməz. Onların içərisində mənim dəyərli həmkarlarım, müəllim dediyim, ustad dediyim insanlar var. Burada başqa bir fikir yoxdur. Amma bir növ həmin o riyaziyyat məsələlərin xatırladır. Bizim universitetdə bir riyaziyyat müəllimimiz var idi. İmtahanda bizə icazə verir, deyirdi, götürün kitaba baxın. Əgər sən oradakı düsturu götürüb tətbiq eləyə biləcəksənsə, laf çox ruhlandırmayın. Deməli, dostlar, deyirdi ki, götürün bu kitabla baxın. Əgər siz oradakı düsturu düzgün tətbiq eləyib o məsələni həll eləyə biləcəksinizsə, mən sizin qiymətinizi yazacağam. Yəni, bu imtahanda, əgər söhbət peşəkarlığın ölçülməsindən gedirsə, mühasibin qoyun əlinin altında məcəlləsi də olsun, kompüteri də olsun, BTP-si də olsun, yer gəlmişən bəyannamə tərtibatı ilə bağlı ümumiyyətlə orada heç nə yoxdur. Hamısı olsun, qoyun hamısı olsun, onun Excel-i olsun əlinin altında. Dəyərli həmkarlar, sizə bir sual verəcəm, alqışlarınızla ölçəcəkdə. Sizə gündəlik fəaliyyətinizdə sizə mülki məcəllə və sahibkarlıq fəaliyyəti haqqında qanunmu çox lazım olur, yoxsa Excel-mi? Birincinin lazım olduğunu düşünənlər zəhmət olmasa alqışlasın. Mülki məcəllə daha çox lazım olur deyənlər. Excel daha çox lazım olur deyənlər. Deməli, dəyərli həmkarlar, Excel bir baş mühasib üçün birbaşa bacarıqdır. Yəni, soft skill deyil, hard skilldir. Onun birbaşa tərkib hissəsidir işinin. Şəxsən biraz yekə çıxmasın. Mən öz şirkətimizə müsahibələr zamanı mütləq Excel-ə aid suallar verirəm. Ki, bilir-bilmir, ən azından bir yanaşması var, yoxsa yox. Google-dan funksiyanı tapıb Excel-in içərisində tətbiq eləyə bilir, yoxsa yox. Baş mühasibə birbaşa lazım olan məsələ budur. Bilirsiniz nədir? Ən birinci biz nədən başladıq? Süni intellekt filan. Hələ biz avtomatlaşdırma mərhələsini başa çatdırmadan, biz avtomatlaşdırmanı başa çatdırmamışıq. Dünyada süni intellekt gəlir, düzdürmü? Biz tətbiq elədiyimiz Excel-də imtahana gəlir mülki məcəllə sahibkarlıq fəaliyyəti haqqında qanun düşür. Və yaxud mənim şəxsən yoldaşlardan biri orada sualları mən də görürəm. Yazıb ki, bəs Teymurun özünün peşəkar mühasib sertifikatı varmı? İkinci mərhələ imtahanında iştirak eləmişəm, müvəffəqiyyətlə də keçmişəm. Öz sahəm idi, maraq üçün girmişdim. Mənim belə ehtiyacım yoxdur sertifikata. Bir növ sahibkarlıq fəaliyyəti ilə məşğulam. Əlqərəz, bilirsiniz imtahanda nə suallar düşmüşdü? İdxalda aksizin hesablanması, sonra daşınar daşınmaz əmlakın təqdim edilməsi zaman sadələşmiş verginin hesablanması. Bu mühasibin nəyinə lazımdır ki, ümumiyyətlə? Digər bir məqam isə
bu peşəkar mühasib sertifikatının bu formada, bu formatda tətbiqi formal məşğulluqla nəticələnib. Təsəvvürünüzə gətirin, əzbərçilik qabiliyyəti yuxarı olan universiteti yeni qutarmış uşaq gəlir. Uşaq dediyimə görə üzr istəyirəm, yəni ki, yaşca məndən kiçikdir. Deyirəm, birinci məqsədi nədir? Deyir, məqsədi nədir? Sertifikatım var. Peşəkar mühasib sertifikatım var. Düzdürmü? İllərin qocaman mühasibi qalır yəni yerində. O mühasib işini də görür, maaşını da alır, amma bu birinin bu universitet təzə qutarıb əzbərləyib gedib sertifikat alanı təyin eləyirlər ora baş mühasib ki, o bizdə olsun bundan. Yəni məsələnin bu cür acınacaqlı tərəfləri də var və digər tərəfi isə odur ki, bu imtahan, indi gəlin reallığı danışaq da, imtahan proqramlarında olan şeylər tətbiq olunmur, imtahan proqramlarında olan şeylər tətbiq olunmur. Etiraf eləyək, o maliyyə hesabatları o formada tətbiq olunmur. Tətbiq olunan şeylər imtahanda əks olunmur. Tətbiq olunan şeylər nədir? Bizim, belə deyək, indi mən vergiciyəm də, maliyyəçi deyiləm, mən bildiyimi danışmalıyam burada. Maliyyədən danışsam, ən azından burada maliyyəçi həmkarlarıma yanlış olar. Amma vergidən bizim işimiz nədir? Vergi hesabatlarının tərtibatı və s. Onların heç biri imtahan suallarında əhatə olunmur. Beləliklə, əziz həmkarlar, mənim bununla bağlı təklifim nədir? Reallığa uyğun datalar əsasında bəyannamə tərtibatı, uyğunsuzluq məktublarının cavablandırılması. İndi siz ürəyinizdə deyəcəksiniz ki, qardaş, bundan bitər canımızı qurtarmışıq, sən də gətirsən, Excel belə gəldi, bəyannamə belə getdi. İndi mən də düz hesab elədiyimi danışıram. Bunlar əhatə olunsa daha yaxşı olar. Elsəvər müəllim, yekunlaşdırıram. Belə hesab edirəm ki, bir dənə də bir son sözlə belə toparlamaq istəyirəm ki, yəni bir şəxsin peşəkar fəaliyyətinə qiyməti ilk növbədə onun çalışdığı kollektiv verir, onun rəhbəri verir. Bizim sektorda bizə yoxlamaya gələn vergi müfəttişi gəlir, hesabatlarımız düzgündürsə bir dənə əhsən deyir, onda biz oluruq peşəkar. Və bunların hamısından bir tərəfə bizim işimiz nədir? Hesabatlılıqdır. Və zənnimcə həyatda ən böyük hesabat insanın daxili səsidir, özünün özünə verdiyi hesabatdır. Əgər bizim daxili səsimiz elə hesab edirsə ki, biz peşəkarıq, orada bir sualımız yoxsa, sertifikat ikinci dərəcəlidir. Sağ olun. Çox sağ olun. Qısa şəkildə münasibət bildirin. Çox qısa xahiş edirəm münasibət. Deməli, imtahan birinci mərhələsi haqqında bir sual haqqında bildirdim. İkinci mərhələsi haqqında da qısa bildirim. Çünki Teymur müəllim əsas vurğuladığı ikinci mərhələdir. Sual sayını qeyd elədik ki, dəyişiklik olmağına ehtiyac var və burada da Teymur müəllim qeyd ilə dəyişməyir. Mümkün məcəllədən sual sayının kifayət qədər azaldılmasına ehtiyac var. Təbii ki, mühasiblər mümkün məcəllədə bu qədər büdcəyə ehtiyacları yoxdur. Digər məsələ isə imtahan suallarının təkmilləşdirilməsi ikinci mərhələdə nə cür gedir? Əvvəlki imtahanlara diqqət eləsəz, vergi dərəcəsinin müəyyən olunması, verginin hesablanması hissəsinə və amortizasiyanın hesablanması olsun, sonra xüsusi təklifin hesablanması olsun, bu kimi asan primitiv bir suallara yüksək bal verilirdi. Çünki bu bilgilərə də malik olan həmkarlarımız çox az idi. Yəni, səhvlər çox olurdu. Bu istiqamətdə yetəri qədər səhvlər olurdu. Lakin son imtahanlarda bu istiqamətdə irəliləyiş olub və bu istiqamətdə maliyyə savadlılıqlarını artırıblar. Buna görə artıq daha çox balı veririk praktikada tətbiqi mümkün ola bilən, daha çox tətbiqi mümkün ola bilən maddələr əsasında vergi tutma bazası və vergi tutma obyektinin müəyyənləşdirilməsinə. Bu da sizin qeyd elədiyiniz təxmini istiqamətə inkişaf deməkdir. Təbii ki, digər məsələlər üçün də sual sayının azalmağına ehtiyac var. Təşəkkür edirəm Faiq müəllim, çox sağ olun. Teymur müəllim maraqlı tənqidlər səsləndirdi. Əslində tənqid olmasa inkişaf olmaz. Amma Teymur müəllimin bir peşəkarlığını da vurğulamaq istəyirəm ki, hamını tənqid elədi, amma ara-ara düzəliş verir ki, mən Dövlət İmtahan Mərkəzindən də razıyam, ekspert dostların da könlünü aldı arada, amma xeyli tənqidlər səsləndirdi. Təşəkkür edirəm Teymur müəllim, bu peşəkarlığınızı yüksək qiymətləndirirəm. Mən bir məsələyə toxunmaq istəyirəm. Çoxsaylı suallar da gəlib və o sualları daha qısa, daha lokanik cavablandırmağa çalışacağıq. Çünki suallar çoxalır və çox maraqlı suallar var.
Əslində Teymur müəllim çıxışında da maraqlı bir nüansa toxundu ki, bizim sürücümüzün sürücülük vəsiqəsi var, mühasiblərimizin də diplomu var. Mən burada çox qısa bir haşiyəyə çıxmaq istəyirəm ki, sürücülük vəsiqəsini məsələn alanda biz 10 sualdan 9-una doğru cavab vermək tələb olunur. Yəni təxminən 90%. Amma biz məsələn mühasiblərimizi %50 ilə qiymətləndiririk. Biz ürək cərrahlarımızı %50 ilə qiymətləndiririk. Biz nə bilim başqa bütün demək olar ki, imtahan yanaşmalarımızda %50-yə yaxındır, amma sürücülərdə biraz daha da fərqlidir. Bu birdən ağlıma gəldi, dedim sizə deyim. Amma mən tərəfsizəm, ola biləsən. Əsas məsələ, biraz da mənə toxunan məsələdir. Diplom məsələsinə toxundu Teymur müəllim. Çox aktual məsələdir. Az öncə mən də müsahibə verəndə mənə də bu sual soruşuldu. Ona görə istəyirəm ki, ekspertlərimizlə də qısaca bu hissəsinə də toxunaq. Sonra biraz daha qısa cavabları olan suallara toxunacağam. Məsələ bundan ibarətdir ki, Azərbaycanda mühasibat SOT-un tədrisi çox geniş aparılır. Ali təhsil müəssisələrində də geniş aparılır, peşə ixtisaslarında da var, magistratura proqramları var və s. Və mühasibat SOT-u ilə bağlı tədris aparılır, amma bəzən belə bir fikir formalaşır ki, nə ehtiyac var? Hətta bir dəfə məşhur bir fikir səslənmişdi ki, biz 3-4 aya mühasib hazırlaya bilərik əslində. Uzun müddət 4 il oxumağa da hətta bəlkə ehtiyac var, yoxsa yoxdur. Bu belə müzakirə olunmuşdu. Biz biraz nə axtardığımızı da tam müəyyənləşdirməliyik ki, hansı səviyyədə? Yəni biz operator mı axtarırıq, mühasib mi axtarırıq, yoxsa analitik təfəkkürü olan, maliyyə bilikləri olan bir rəhbərmi, o sistemə rəhbərlik edən adam mı axtarırıq? Ona görə nə istədiyimizə görə bu çox dəyişir və mən burada biraz da sualı genişləndirəcəm. Mühasibat SOT-un beynəlxalq standartlarından əksəriyyətimiz xəbərdarıq, buradakı həmkarlar, amma az xəbərdar olunan 8 standart daha var. Bu mühasibat SOT-unun tədrisi standartlarıdır. Yəni, mühasibin necə yetişdirilməli olduğuna dair də beynəlxalq standartlar var. 8 mərhələdə bu tənzimlənir ki, bir mühasib necə yetişməlidir. İndi mən o kontekstdən biraz daha sualımı qurmaq istəyirəm ki, həmin standartlardan, səhv xatırlamıramsa, 6-cı və 7-ci standart, 6-cı standarta qədər bilik və bacarıqlardır. Orada Teymur müəllimin dediyi məsələlər də var, müəyyən şəxsi keyfiyyətləri də var, bilik və bacarıqlar da çox ətraflı şəkildə yer alır. Amma 6-cı və 7-ci standartın bazası budur. 6-cı standart deyir ki, mühasiblər mütləq akreditə edilmək üçün müəyyən imtahan olunub, onlar qiymətləndirilməlidir, onların bilik səviyyəsi ölçülməlidir və 7-ci standart isə onların ömür boyu inkişaf etdirilməsi planları ilə bağlıdır. Mən standartın xülasəsindən danışıram ki, əslində peşəkar mühasib sertifikasiyasında peşəkar mühasib təşkilatlarına üzv olmaq əslində bu 8-ci standartın tələbidir. Bilirsiniz ki, Azərbaycanda peşəkar mühasib sertifikasiyası da belə kiçik bir məclisin nəticəsi deyil. Dünyada olan müəyyən tendensiyanın nəticəsi idi. Ona görə indi mənim sualım əslində biraz geniş oldu, amma cavabı qısa istəyəcəm. Sualım bundan ibarətdir. Hal-hazırda Azərbaycanda mühasibat SOT-unun tədrisini necə qiymətləndirirsiniz? Həm beynəlxalq tədris standartlarını da göz önünə alın, universitetlərimizi də. Çünki mən universitetlərdən xəbərdaram, sonda müəyyən əlavə ehtiyac olsa əlavə də eləyə bilərəm. Siz necə qiymətləndirirsiniz ekspertlərimiz olaraq? Mühasibat SOT-unun universitetlərdə, təlimlərdə və ya digər şəkildə yetişməsini və ya o türklər usta çıraq deyir, başqa bir mühasibin yanında yetişmə, bu da özü bir mühasib yetişdirmədir. Ümumi mühasibat SOT-u tədrisinin vəziyyətini necə qiymətləndirirsiniz? Bu dəfə sözü istəyirəm, ayrı seçkilik olmasın. Teymur müəllimə birinci verim. Buyurun. Buna nail olmaq üçün... Faiq müəllim öyrəşib, əvvəl elə danışmışdım. Yox, Faiq müəllim desin, onda mən rahat olum. Buyurun Faiq müəllim, sizdən başlayaq. Buna nail olmaq üçün ilk növbədə universitetlərin buna marağı olmalıdır, universitetin akademik heyətinin buna marağı olmalıdır və universitetlərin akademik heyəti son vaxtlar Dövlət İmtahan Mərkəzinə bu istiqamətdə təşrifləri olub. Onların tələbələrinin peşəkar mühasib sertifikatı imtahanlarına buraxılması istiqamətində təşrifləri olub. Bu təqdirə layiqdir və belə bir vəziyyətdə bir müəssisədə baş mühasib işləyənin bu imtahanın çətinliyindən şikayət eləməsi də təbii ki, qəbul edilməzdir. Çünki bir tələbə bu imtahana girməyə özünü hazır hesab elədiyini düşünür. Lakin bu imtahana hələ ki, təbii ki, tələbələr buraxılmır. Onların bu təşrifliyinə uyğun olaraq yaradılan şərait bu oldu ki, qərar bu oldu ki, onlar üçün sınaq imtahanı
keçirirsin. Peşəkar mühasib sertifikatı imtahanlarına uyğun olaraq, proqrama uyğun olaraq sınaq imtahanı keçirilsin və onların reytingi açıqlansın. Bununla da universitetlər arası rəqabət formalaşsın və universitetlər öz tədris proqramlarını bu imtahanlara uyğunlaşdırmaq istiqamətində addımlar atsın. Yəni, bu dediyiniz standartları daha çox siz bilirsiniz, akademik bir səviyyədə siz vurğuladınız bu standartların əhəmiyyətini. Bizim Dövlət İmtahan Mərkəzi olaraq rolumuz bundadır ki, universiteti bitirmiş bir şəxs artıq bu imtahana hazır olsun. Bunun hazır olmaq üçün də təbii ki, universitetlərdə tədrisin təkmilləşməsinə ehtiyac var. Bu baxımdan da ilk addımı universitetlər atıb və Dövlət İmtahan Mərkəzi də buna müvafiq münasibət bildirib. Düşünürəm ki, qarşıdakı dövrlərdə faydasını görəcəyik. Universitetlərin akademik heyəti ilə işçi qrup artıq yaratmışıq. Yaxın vaxtlarda ümumi görüşümüz olacaq. Bundan əlaqədar fəaliyyət planımız olacaq və fəaliyyət planına uyğun olaraq da növbəti addımlarımızı atacağıq. Təşəkkür edirəm Faiq müəllim. Buyurun Teymur. Faiq müəllimin universitetlərlə bağlı dediyi bir məsələyə münasibət bildirmək istəyirəm. Hansı ki, universitetlərin belə bir tələbi var ki, artıq yəni görün də tələbələr də peşəkar mühasib sertifikatı versin, imtahanı versin. Onlar verəcəkdə nəyə görə? Çünki imtahan sualları əzbərçilik üzərindədir. Hətta orta məktəb uşağı da gəlib, yaxşı əzbərçidirsə, əzbərləyib gedib versin. Yəni, bir mühasib o şəxsi vərəqədə təsdiqlənməmiş azalmanı görəndə adam bədənindən belə birdən soyuq tər gedir. Onu hiss eləmədisə, tələbə nə bilir təsdiqlənməmiş azalma nədir, kameral nədir, bəyannamə eni neçə metrədir, uzunluğu neçə metrədir, elə şey olur. Nə bilim valla. Qaldı ki, tədrislə bağlı məsələyə Elsəvər müəllim həqiqətən də elə adı üstündə müəllimdir. Bu sahəni o daha yaxşı bilir, tədris prosesi. Mən o prosesin içərisində deyiləm, içərisində olmadığım məsələyə münasibət də bildirə bilmərəm, amma nəticələri görürük. Yəni ki, bizə nəticələr gəlir. Yəni müsahibələrdə və yaxud eyni zamanda mənim biraz təlimçilik fəaliyyətim də olur. Təlimlərdə nəyi görürük? Universitetlər bu istiqamətdə lazımi tədrisi, lazımi təhsili vermirlər, yüngül formada desək. Yəni, Elsəvər müəllim bayaq İraq kimi dediyi qəbul olunandır. Hansı ki, bəzi kurslar hesab edir ki, 3-4 aya mühasibatlığı öyrədirlər. Yaxşı olmasın 3-4 aya. Yanına da bir 3-4 ay qoyaq, olsun lap 1 il, düzdürmü? O 4 ilin içərisinə, 4 universitet ilinin içərisinə bu kursun elədiyin, onun davamında gedib konsalting şirkətində adətən praktika keçirlər. Onların hamısını 4 ilin 1 ilinə sığışdırmaq olardı. Ümumiyyətlə, bu təkcə Azərbaycanda deyil, bu təkcə mühasibatlıqla bağlı deyil. Universitetlərin, ali təhsil müəssisələrinin rolu dünyada sorğulanır. Belə bir trend var. Yəni, ixtisası vermirlər, həqiqətən də ixtisası vermirlər. Universiteti bitirib, gəlirlər, hələ ortaya bir dənə də əsgərlik düşsə, məsələ lap qəlizləşir. Təşəkkür edirəm. Çox sağ olun. Universitetlərlə bağlı mənim çox qısa bir əlavəm olacaq. Azərbaycanda tədris proqramı, mühasibat xüsusi ixtisasının tədris proqramı, təhsil standartları dəyişib. Son 5 ildə xüsusilə demək olar ki, beynəlxalq tələblərə ciddi mənada cavab verir. Bundan arxayın ola bilərsiniz. Amma nəticələr ürək açan deyil, fikri ilə razıyam. Çünki ümumi mənada ürək açan deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. Mən bir neçə səbəbinə vurğulayıb artıq sürətli şəkildə çoxlu saylı suallara keçmək istəyirəm. Burada mən düşünürəm ki, universitetlərimizin tək günah universitetdədirmi? Biraz daha belə deyək də, orada tənqidi fikrimizi ətraflı demək lazımdır. Burada bir neçə meyara ehtiyac var. Yaxşı tədris proqramı, dediyim kimi, son 5 ildə tədris proqramı əladır. Bunu həll etdik. 2 məsələ qalır. Doğrudan da lazımi keyfiyyətdə çoxsaylı tədris materialı və keyfiyyətli müəllim. Məncə bu üçbucaq tamamlanmalıdır ki, biz uğurlu nəticə əldə edək. Və burada tədris vəsaitlərinə PMS-nin məncə müsbət təsiri oldu. Müəyyən qədər tədris vəsaitləri inkişaf eləyir. Və keyfiyyətli müəllim məsələsində məncə ciddi problem var. Heç kəs inciməsin məndən həmkarlarımız. Yəni, nəyə görə problem var bilirsiniz? Bunu açıq səsləndirmək lazımdır.
müəllimlikdən əldə edilən məvacib müasib kimi işləyəndə əldə edəcəyiniz məvacibdən qat-qat aşağı olur deyə yaxşı peşəkar müəllim olması biraz çətinləşir. Hətta mən bunu zarafatla bəzən tələbələrimizə də ifadə edirəm. Deyirəm ki, mühasibat çotu sahəsində, tamamən ömrünü mühasibat çotu sahəsində müəllimliyə həsr eləmək üçün 2 yolun var. Ya zəngin qızla evlənmiş olmalısan ki, sənin çox maddi ehtiyacların olmasın. Ya da biraz daha belə deyək də müəllimliyə vurğun olmalısan və ya necə deyim, müəllimlikdə özünü görməlisən. Çünki əks halda sən eyni sahənin praktikasından daha çox məvacib əldə edə bilirsən. Ona görə demək istədiyim budur ki, universitetlərimizi tək daşlamayaq. Orada bir çox sistematik problemlər var. Həlli istiqamətində çox ciddi irəliləyişlər var. Amma biraz da başqa səbəblər də var. Onu da zamandan dilə gətirərəm. Mən daha çox layiq olan, yuxarı çıxan suallardan səsləndirmə məcburiyyətində olacağam. Fərid Ağayev soruşur ki, Teymur müəllim sizdən, Dövlət Vergi Xidmətinin mənfəətə gələn kameral uyğunsuzluq məktubu özü PMS2-dən daha faydalıdır. Sual deyil, amma bunu nədənsə sizə deyil. Sağ olsun. Sağ olsun, məndə. Tamam. Növbəti sualımız Faiq müəllimədir. Vüsal Fərzəliyev soruşur ki, peşəkar mühasib sertifikasiyasının tələbləri ilə vergi məcəlləsinin qanunvericiliyi üst-üstə gəlmir və nəzərə alsaq ki, Azərbaycanda mühasibat çotu vergi qanunvericiliyi üzərində qurulub. PMS sertifikatına nəyə ehtiyac var? Yəni, biraz bu mövzudan danışmışıq, amma bu prizmadan Faiq müəllim, zəhmət olmasa qiymətləndirin də. Vergi qanunvericiliyi üzərində qurulan bir çotda PMS-yə nə ehtiyac var? Görünür ki, qeyd edən həmkarımız maliyyə çotu tərəfinə meyl olmayıb, maliyyə tərəfi həmin müəssisədə yəqin ki, aparılmayıb. Maliyyə daha önəmlidir. Maliyyə çotu düzgün aparılanda artıq vergidə də problem olmur. Misal üçün, qeyd edeyim, müəssisələrlə qarşılaşmışıq ki, rəhbər deyir ki, neyiniyə ki, vergini tutalım ki, 100 min manat aşağı salaq. Mən ona təklifim olub ki, gəlin elə eləyək ki, qazancımızı 100 min artıraq. Yəni, bunun üçün maliyyə çotu lazımdır. Maliyyə çotu olmayanda təbii ki, vergiyə bu cür yanaşma ola bilir. Müəssisələrimizdə birinci maliyyə çotu formalaşmalıdır. Vergi tutma məqsədləri üçün olan uçot isə, uçot formasına birinci formalaşmalıdır. Yəni, dövriyyə balans cədvəlimiz olmalıdır, mənfəət və zərər haqqında hesabatımız olmalıdır, verginin tanıdığı qaydalarla deyirəm, yəni birinci mərhələ IFRS-in tanıdığını nəzərə tutmuram. Verginin tanıdığı qaydalarla bizim dövriyyə balans cədvəlimiz olmalıdır, ümumiyyətlə balans hesabatımız olmalıdır, mənfəət və zərər haqqında hesabatımız olmalıdır. Vergi hesabat istəyəndə isə sadəcə olaraq onu kopyalayıb, ora qeyd eləməklə bəyan edirik ki, bizim vəziyyətimiz budur. Bu şəkildə olmalıdır. Qeyd olunandan təbii ki, razı deyiləm. Təşəkkür edirəm Faiq müəllim. Teymur müəllimə də bir sual daha var. Vergi orqanları bir dəfə KYB, bunu səhv oxumuş ola bilərəm, KYB hesablayıbsa, dəqiqləşmiş verdikdən sonra təkrar niyə hesablama aparır? Bu düzdür, növbəti panelin də bəlkə sualıdır, amma... Asan sualda cavab verim. Hə, buyurun müəllim. Deməli, vergi məcəlləsinin 37-ci maddəsinin tələbidir ki, vergi ödəyicisi bəyannaməni təqdim etdikdən 30 gün ərzində, daha doğrusu 60 iş günü ərzində mənfəət və gəlir vergisinə, 30 iş günü ərzində isə digər bəyannamələrində kameral vergi yoxlaması aparıla bilər. Yəni, biz hər dəfə dəqiqləşmiş bəyannamə təqdim etdikdən sonra vergi orqanının həmin yoxlamanı aparmaq hüququ yaranır. Yəni, biz dəfələrlə dəqiqləşmə versək, vergi orqanı da dəfələrlə kameral yoxlama aparacaq. Təşəkkür edirəm. Faiq müəllimə növbəti sual yazılıb. Rüzgar Əliyev, sertifikatlı baş mühasibin təqdim etdiyi vergi və digər hesabatları eyni dərəcəli sertifikasiyadan keçməyən vergi işçiləri yoxlayır. Bu zaman baş mühasibin qeyri-formal vəzifəsi yaranır ki, vergi əməkdaşlarına izahatlar yazsın. Bu halda ikili standartın yarandığını düşünürsünüzmü? Maliyyə savadının artmasıdır. Daim vergi orqanların, daha doğrusu vergi bəyannamə şöbəsi ilə mühasiblərin kontaktı olur, belə deyək, əyani şəkildə yox, AVS üzərindən. Və verginin verdiyi kamerala mühasib
müvafiq belə deyək, uyğunsuzluğa cavab yazmaqla vəziyyətdən müəssisəni çıxartmalıdır. Bunun üçün təbii ki, uçot olmalıdır və uçot əsasında bunu həyata keçirməlidir. Vergi orqanı tərəfindən bu səviyyədə mütəxəssislərin olması bu istiqamətdə də çox Dövlət Vergi Xidməti tərəfindən çox geniş islahatlar aparılır. Bildiyiniz kimi Dövlət Vergi Xidmətinə işə qəbul da Dövlət İmtahan Mərkəzi tərəfindən birinci mərhələ imtahanı həyata keçirilir, sonra müsahibələr keçirilir və bu istiqamətdə də vergi orqanlarının da maliyyə savadının artırılması istiqamətində yetərincə işlər görülür və bunlar bir-birini tamamlamalıdır. Yəni, vergi orqanının vergi bəyənləməsində işləyən əməkdaşı hər hansı bir maliyyə bilgisinə malik olmayanda, təbii ki, müasib çətinlik təşkil o kameralı ona sübut etməkdə, belə deyək. Ona görə qarşılıqlı hər iki istiqamətdə maarifləndirmənin geniş getdiyini müşahidə edirik. Təşəkkür edirəm. Əlavəniz yoxdur, Teymur müəllim. Deməli, növbəti sual Qədirli Seymur yazır. Deyir, salam, hörmətli ekspertlər. PMS imtahanının keçirilməsi yaxşı haldır. Faiq müəllimədir sual. PMS imtahanının keçirilməsi yaxşı haldır, amma nüans ondadır ki, artıq 5 il əhatə edən imtahan dövründə DİM qurum olaraq təşkil etdiyi imtahanların standartlara, əsasən ACF formatına uyğunluğunu əsas gətirirsə, o zaman sual yaranır ki, niyə ACCA-nin etdiyi kimi DİM ədəbiyyatları və digər öyrənmə materialını təqdim etmir? Ədəbiyyatlarını? Bəli, ədəbiyyatları və öyrənmə materiallarını niyə DİM təqdim etmir? Belə deyək, Peşəkar mühasib sertifikatı imtahanları Maliyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən birlikdə aparılır. Bəzi məsələlər var ki, Maliyyə Nazirliyi tərəfindən tənzimlənir, bəzi məsələlər var ki, Dövlət İmtahan Mərkəzi tərəfindən tənzimlənir. İmtahan proqramı Dövlət İmtahan Mərkəzinin səhifəsində yerləşdirilir, rəsmi səhifəsində yerləşdirilir və onun alt işləri isə, məsəl üçün, IFRS-lər, yəni Beynəlxalq Mühasibət standartlarının tərcüməsi və onların nəşri isə Maliyyə Nazirliyi tərəfindən yerləşdirir. Maliyyə Nazirliyinin səhifəsində bununla bağlı ədəbiyyatlar var və ədəbiyyatlarından istifadə edə bilərlər. Dövlət İmtahan Mərkəzinin burada işi odur ki, ona istiqamət versin ki, hansı ədəbiyyatlardan istifadə edəcək. Proqram var, proqram yerləşdirilib, həm səhifədə, həm də tədris vəsaitlərimizdə qeyd olunubdur. Buna uyğun hazırlaşa bilərlər. SC tərəfinə gəlsək, bir məqamı qeyd etmək istəyirəm. Bir qarşıdakı bir təşkilləşməni də buna qatıb, kiçik, qısa şəkildə ifadə etmək istəyirəm. Növbəti imtahanın elektron formada olması gündəmdədir. Ötən il bunu keçirmək istəyirdik, bilirsiniz, qeyd eləmişdik bu haqda. Lakin təxirə salındı. Səbəbi, bildiyiniz kimi, Nazirlər Kabinetinin 464 nömrəli 25 oktyabr 2019 tarixli qərarında müəyyən müəssisələrdə çalışan baş mühasiblərin keçən ilin sonuna qədər baş mühasib, daha doğrusu peşəkar mühasib olma tələbi var. Buna görə hamıya eyni şərait yaradılsın deyə, bərabər qiymətləndirmə olsun deyə dəyişmədik, metodu dəyişmədik ki, hamı eyni cür qiymətləndirilsin. Baxmayaraq ki, əksəriyyətimiz elektron tərəfdəriyik, amma əsiflər olsun ki, kifayət qədər bunun əksinə olan həmkarlarımız da var. Elektron formada keçirilməsini istəmirlər, komitə bilgiləri bəzilərinin yoxdur. Bu baxımdan müəyyən qədər təxirə salındı. Artıq bu ildən bunun keçirilməsi gündəmdədir. Amma burada da bir məqam var. Biz elektron imtahan formasını hazırlamışıq. Yaxın vaxtlarda ictimaiyyətə təqdim etməyi də planlaşdırırıq. Amma ondan qabaq ESC ilə bir əməkdaşlığımız var. ESC-nin də bu imtahan formatına baxmağını, onların da belə deyək, öz əlavələrini, təkliflərini verməyini bu təkmilləşmə aparıldıqdan sonra təqdim etməyi nəzərdə tutmuşuq. Qarşıda nəzərdə tutulan əsas məqamlardan biri bu və ESC ilə yeni memorandum üzərində işləyirik. Bu məqamdan əlavə digər məsələlər də yer alıb. Belə ki, peşəkar mühasib sertifikatının ESC tərəfindən F7 səviyyəsində və ikinci mərhələni F6, yəni vergi tərəfindən tanınması istiqamətində bir çox məsələlər razılaşdırılıb artıq. Yaxın vaxtlarda bu memorandumun imzalanması gözlənilir. Bundan sonra şəxs artıq bir dəfə peşəkar mühasib sertifikatı aldıqdan sonra bir müddət
SC-nin üzvü olduqdan sonra o F7 səviyyəsində sertifikatı tanınacaq, avtomatik F7 veriləcək. Növbəti 5 ildə təkrar peşəkar mühasib sertifikatı imtahanlarında iştirak etməyinə ehtiyac olmayacaq. Çünki onsuz da F7 peşəkar mühasib sertifikatı imtahanı birinci mərhələsini azad edir. Eyni halın F6 səviyyəsində verici tərəfində də nəzərdə tutulması gözlənilir. Bu baxımdan bu irəliləyişlər olacaq. Burada bir məqam da var, kiçik məqam. Bu nəzərdə tutulur ixtisaslı mühasiblər üçün. Yəni, iqtisadiyyat üzrə təhsili olan, maliyyə və iqtisadiyyat üzrə təhsili olan mühasiblər üzrə. Digər sahələrdə təhsili olan mühasiblərimiz isə əlavə olaraq tətbiqi modulu adlandırdığımız F3 səviyyəsində bir imtahan verməli olacaq. Oradan keçdikdən sonra onlara da eyni hüquq veriləcək. Və bu, həmin o F3 səviyyəsində dediyimiz bu imtahana universitet tələbələrinin də buraxılması nəzərdə tutulub. Bunun faydası universitetlərimiz də önəmlidir. Bugün ingilis dili bilgisi olan, yaxud xarici təmayüllü belə deyək, vətəndaşlarımız asanlıqla özlərinin bilgisini sübut edə bilir, gələcəkdə əmək bazarına daxil ola bilir. Lakin Azərbaycan dilli belə deyək, həmkarlarımız, yaxud da ki, əhlimizin üzvləri isə, tələbələr isə bu prosesdə çətinlik çəkirlər. Gələcəkdə əmək bazarına daxil olmaqla çətinlik olur. Onlar bu imtahanı Azərbaycan dilində verməklə, F3 səviyyəsindən azı, gələcəkdə əmək bazarına daxil olmaqları üçün asanlıq yaşayacaq. Biz SC ilə fərqli mövzularda, fərqli formatlarda əməkdaşlıq edirik. Həmçinin SC tərəfindən memorandum imzalandıqdan sonra Test Bankı, Dövlət İmtahan Mərkəzinin peşəkar mühasib sertifikatı imtahanı üçün nəzərdə tutan Test Bankı təftiş olunacaq, monitorinq aparılacaq, onların da rəyləri, fikirləri alınacaq. Təbii ki, tam olaraq SC uyğunlaşdırılması nəzərdə tutulmur. Belə ki, beynəlxalq sertifikatla yerli sertifikatın əsas fərqi burada budur ki, beynəlxalq sertifikat daha çox nəzəriyə yönəlmiş olur. Çünki bütün dünya üzrə baş verən maliyyə təsərrüfat hadisələrini həmən imtahanda iştirak etdirməlidir ki, bu da mümkün deyil onun detallarına daxil olsun. Lakin yerli sertifikatlaşmada biz yerli belə deyək, müəssisələrdə baş verən maliyyə təsərrüfat hadisələrini daha çox fokuslanırıq ki, bu daha üstünlükdür, daha praktiki sualların hazırlanmasıdır. Çox sağ olun Faiq müəllim, təşəkkür edirəm. Bu sualla birlikdə siz İbrahim bəyin də sualına cavab verdiniz ki, elektronlaşma aktuallığını qoruyurmu deyə soruşmuşdu. Demək ki, aktuallığını qoruyur. Burada deməli bir maraqlı sual da var. Aygun xanım yazır ki, Aygun Quliyeva, ölkəmizdə müəllimlər sertifikasiyadan keçirilir, həkimlər keçirilir. Mühasiblər nə üçün PMS-nin tələbi niyə sürücü ilə müqayisə olundu? Sual Teymur müəllimədir. Buyurun Teymur müəllim. Aygun xanıma həqiqətən gözəl sual ünvanlayıb təşəkkür eləyirəm. Birinci, buradakıların böyük əksəriyyəti sürücüdür. Burada mühasib peşəsini mən heç də kiçiltmək mənasına deməmişəm. Və orada bir məqam vurğuladım ki, işçilərinin canı da həmin o sürücüyə əmanət olunur. Məqsəd nədir? Yəni, təkcə orada sürücü demədim ki, hüquqşünası var, audit, təchizat, satış və s. Hə, qaldı, gəldik müəllimlərə. Müəllimləri işə götürən kimdir? Dövlət, düzdürmü? İşə götürən özü bilər, sertifikasiya eləyər, atestasiya eləyər, imtahan eləyər, özü bilər, işə götürən odur. Həkimləri işə götürən kimdir? Böyük ölçüdə və həkimlər çox spesifik sahədə. Bu mühasib də qardaş, biz nə edirik ki, əməliyyat eləmirik, insanın ürəyini çıxartmırıq, data ilə işləyirik də, düzdürmü? Yəni, sözümün canı odur ki, digərləri sertifikasiya olunmursa, biz niyə sertifikasiya olunuruq? Məqsəd odur. Yəni, demirəm, digərlərini də sertifikasiya eləsinlər. Ümid eləyirəm, fikrimi çatdıra bildim. Təşəkkür edirik. Müəllim, bu arada həkimləri özəl xəstəxanalarda işə götürəndə onların sertifikasiya... Yəni, spesifik sahə olduğu üçün, yəni ürəklə filan məşğuldurlar, ürəklə həssasdır. Düzdür, təşəkkür edirəm. Ürək məsələləri vacibdir. Xalid müəllim soruşur ki, Teymur müəllim rəsindən davam eləyək. PMS sertifikatının keçid balı 50-dir. SC diplomlarında olduğu kimi bu sertifikatın da faizi ilə birlikdə ölçülməsi daha uyğun olmazmı?
SC-də də 50-dir. Yəqin faizin yazılmasını nəzərdə tutur. Çox sağ olun, dəyərli Xalid müəllim. Xalid müəllim eyni zamanda mənim müəllimimdir. Yəni imtahanın keçid balının neçə olmasından asılı olmayaraq o imtahanın formatını mən qəbul eləmirəm. Növbəti sual Faiq müəllimədir. Rauf bəy yazır ki, sizcə birinci mərhələnin sualları praktikaya nə dərəcədə uyğundur? Mühasib ikili yazılışı, sınaq balansını çıxarmalı bilməlidir. Ancaq buna aid suallar yoxdur. Fikrimcə birinci mərhələnin suallarında dəyişikliklər edilməlidir. Xahiş edirəm qısa cavab verin Faiq müəllim. Düzdür, ikili yazılışlar demək olar ki, İctimai sektorda var. İctimai sektorda ikili yazılışlara aid suallarımız var. Kosovo MHBS üzrə bu istiqamətdə artıq yeni suallar daxil olur. Bu istiqamətdə təkmilləşmə aparılır. Təşəkkür edirəm. Mən qısa komment əlavə eləyim icazənizlə. Mən məsələn bu fikirlə narazıyam. Məncə peşəkar mühasib sertifikasiyasında ikili uçot soruşulmamalıdır. Yəni söhbət peşəkar mühasib sertifikasiyasından gedir. Gəlin qəbul eləyək ki, bu kifayət qədər ən üst level mühasibat çotu sisteminə rəhbərlik eləyəcək adamı imtahan edirik. O artıq ora qədər onlara biz vurma cədvəli də soruşmuruq. Onlara biz yazıb oxumağı bilir soruşmuruq. Çünki onları bilir fərz eləyirik deyə tutaq ki, icarə standartını soruşuruq ki, siz subicarəni bilməm nə edəcəksiniz və ya Seyland Lizbəki necə uçot alacaqsınız onu soruşmağa çalışırıq. Təşəkkür edirəm suala görə. Faiq müəllimə dəstək olmuş oldum ki, Teymur müəllim də inciməsin. Və Orxan bəy sual soruşur, Faiq müəllim deyir ki, peşəkar mühasib imtahanında şəxsin məsuliyyəti və vicdanın müəyyən etməklə bağlı sual var. Sual var, bildiyim qədər yoxdur, gələcəkdə nəzərdə tutulubmu? Şəxsin məsuliyyəti və vicdanı ilə bağlı sual nəzərdə tutmuşsunuz? Bu hansı qanunvericiliyi ilə tənzimləri bilmirəm. Yəni, biz imtahan sualları hazırlanarkən imtahanın proqramı var, əhd etdiyi maddələr var, qanunvericilik var, oradan kənara çıxa bilmərik. Yəni, üzr istəyirəm, bir dənə əlavə edeyim, proqramda vicdanla bağlı heç nə yoxdur. Bu biraz ölçülməsi də çətin məsələdir. Təşəkkür edirik sual üçün. Orxan bəy Quliyev soruşur ki, Faiq müəllimə, peşəkar mühasib imtahanında, bunu oxudum, üzr istəyirəm, Aysel xanımın sualına keçirəm. Deyir ki, niyə sertifikatda bal qeyd olunmur? Xalid müəllimin sualının davamı olaraq. Həm də deyir ki, 49,5 bal toplayanlarla 70+ bal toplayanların heç bir fərq olmur. Nəticədə hər iki şəxs eyni səviyyədə olur. İkinci sualı isə budur ki, baş mühasiblərə tələb qoyulduğu halda niyə PMS alan baş mühasibin əmək haqqında dəyişikliklərə diqqətə olunmur? Mühasiblər bəyəndi bunu. Teymur müəllimin qeyd elədiyi mövzuya gəldik, bəyə qələbə eləyə bilmədim. Dedi ki, müəllimlərin imtahanı sertifikasiyası Təhsil Nazirliyi tərəfindən aparılır. Ona görə də o sahəni tənzimləyən Təhsil Nazirliyi olduğuna görə orada da müvafiq addımları atır. Mühasiblərin imtahanı isə sifarişli Maliyyə Nazirliyidir. Bu sahəni tənzimləyən Maliyyə Nazirliyidir. Mühasibat çotunun aparılmasını tənzimləyən Maliyyə Nazirliyidir. Dövlət İmtahan Mərkəzi də şəffaf şəkildə daha ədalətli imtahanı təşkil edən bir qurumdur. Bu baxımdan Dövlət İmtahan Mərkəzinin elə bir səlahiyyəti yoxdur ki, onların əmək haqqının artırılmasını və s. bu istiqamətdə Dövlət İmtahan Mərkəzinin elə bir səlahiyyəti yoxdur. Özəl müəssisələr bu baxımdan işlər görürlər. Sertifikat alan, insan resurslarının idarə etmə sistemi normal olan müəssisələrdə sertifikatı alan şəxslərin əmək haqqında artım və s. kimi mükafatlandırmalar, həvəsləndirmələr olur. Digər sahələrdə də bunu olmaq üçün müvafiq icra hakimiyyəti orqanının səlahiyyətidir. Ola bilər, düşünürəm, bəlkə də planlaşdırılır. Birinci sualınızda 49,5 balından 71 balın fərqini soruşdunuz. Biz necə eləyək? Yəni, hər bala üzərində qeyd edilməliyini istəyirsinizsə, bu növbəti proseslərdə ola bilər. Hal-hazırda bu ilk 5 illikdə gözlənilmir. Çünki sual bazası təkmilləşdirilir, çox sürətli təkmilləşdirilir. Bəzi məqamları qeyd elədim. Misal üçün, iştirakçı əlavə dəyər vergisinin gəlir çıxaq xərc vurur
20% yazanlar var idi sadələşmişdə, eyni əlavə dəyər vergisinin 14% var. Bu kimi iştirakçılar da vardı. İndi təkmilləşir suallar daha keyfiyyətli, daha belə deyək, praktiki mövzular üzərindən soruşulur. Bununla keçmişdəki imtahanın dərəcəsinə eyni yanaşmaq olmaz axı. Yəni 2023-cü ildə 70 bal toplayandan 2024-cü ildə olan 70 bal toplayanın arasında müəyyən fərq var. Bunun siz dediyiniz səviyyəyə çatmaq üçün müəyyən qədər təkmilləşmənin yekunlaşması lazım. Ən azı birinci beşinlik. Təşəkkür. Hər kəs müəyyən səviyyəyə çatsın. Vaxtımız çox yekunlaşmaq üzrədir. Son olaraq Teymur müəllimin nəsə əlavəsi var idi. Deməli, Asiya xanım sualında maraqlı bir məqama toxundu ki, sertifikat var, əmək haqqı niyə artmır? Əgər o əmək haqqının artması sertifikatla tənzimləsə, bu bayaq dediyim bazar iqtisadiyyatının ruhuna zidd olacaq. Sahibkar üçün o sertifikat çox da maraqlı deyil. İşə götürənin qərarıdır, onun sertifikatla ölçmür. Və yekunda qısa təşəkkürümü bildirirəm moderatorumuza və mən oponentlik elədiyinə görə Faiq müəllimə. Ümumiyyətlə, mən belə hesab edirəm ki, bu panelin formatı bir dialektik metod oldu. Ortada tezis var, antitezis var və ümid edirəm sintezli olacaq. Yekunda daha yaxşı, daha gözəl şeylər baş verəcək. Sağ olun. Çox sağ olun, təşəkkürlər. Hər iki spikerimizə təşəkkür edirik sualları cavablandırdıqları üçün və biz ikinci panelimizi yekunlaşdırmaq istəyirik icazənizlə. Bəzi sualları çatdıra bilmədiyim üçün üzrlü hesab eləyin. Dinlədiyiniz üçün təşəkkür edirəm. İndi hər halda bizə hədiyyə verəcəksiniz. Buyurun. Belə müzakirədən sonra hədiyyə mütləqdir. Təşəkkür edirik sizə alqışlar vasitəsilə. Çox sağ olun. Panelimizin moderator və spikerlərinə hər birinə hədiyyələrimiz var. Hazırki fasiləmiz zalı tərk edənlərin diqqətinə çatdıraq ki, 20 dəqiqəlikdir. 20 dəqiqədən sonra yenidən sizi burada gözləyəcəyik. Və Latatronla bağlı bir daha elanı diqqətinizə çatdıraq ki, 3-cü panelin sonunda sponsorlarımızdan olan dəyərli hədiyyələri qazanmaq fürsətini qazanmaq istəyirsinizsə, adınızı qeyd etməyiniz kifayətli və Latatrona daxil edə bilərsiniz. Və beləliklə bizim ikinci panelimiz yekunlaşır. 20 dəqiqədən sonra hər birinizi yenidən burada gözləyirik.